Salam, mən Lux International Hospitalın cərrah mammoloqu Afət Cabbarova. Bugün sizə fibroadenomalar haqqında məlumat vermək istəyirəm. Fibroadenomalar süd vəzinin xoş xəstəlik şişləridir. Fibroadenomaların ümumilikdə çevrilmə ehtimalı, yəni onkoloji risk ehtimalı çox aşağı olsa da, bəzi xəstələrdə biz bunu görürük. Burada vacib bəzi əlamətlər var ki, biz onlara mütləq fikir verməliyik. Yaxşı, bəs hansı halda fibroadenoma cərrahi üsulla müalicə olmalıdır? Müşahidə zamanı fibroadenomanın ölçüsündə böyümə görürüksə, fibroadenomanın quruluşunda dəyişiklik görürüksə, fibroadenomada əvvəl olmayan, sonradan yaranan kalsinat, yəni kireç topusu görürüksə, fibroadenomada qanlanma yaranıbsa və yaxud müraciət edən xəstədə biz fibroadenomanı qidalandıran damar görürüksə, bu hallarda cərrahi müalicəyə üst tutmağınız tövsiyə olunur. Lakin istənilən halda yekun qərarı cərrah mammoloqunuz verməlidir. Bütün əlamətləri nəzərə alaraq sizin ailəvi riskinizin olub-olmadığı, yanaşı xəstəliklərinizin və ümumiyyətcə fibroadenomanın riskini dəyərləndirib yekun qərarı cərrah mammoloqunuz verməlidir.